Sidir kisəsi xərçəngi diaqnozu almış və tuş sidir kisəsi, yəni qapalı yolla sidir kisəsi əməliyyatı olan xəstələr üçün takibdə əlimizdə hansı imkanlar var? Burada modern urologiyada, yəni müasir urologiyada əlimizdə olan ən güclü imkanlardan biri intraveskal kimya terapiyadır. Bu nədir? Yəni sidir kisəsinin içinə birbaşa sistem şəklində və ya tabletka şəklində deyil, birbaşa incə bir kateter ilə sidir kisəsinin içinə kimya terapiya verməkdir. Burada da biz nəyi istifadə edirik və uğurlu bir şəkildə uzun illərdir dünya tibbində praktikada istifadə olunan BCG aşısı, BCG peyvəndi dediyimiz bir dərman preparatıdır. Bu preparat nə edir? Sidir kisəsinin aşağı mərhələdə və ya orta mərhələdə olan, yəni burada təbii ki, həkim xəstəni dəyərləndirir, sidir kisəsinin patolojik evrəsini və dərəcəsini təyin edir və uyğun xəstəyə, düzgün xəstəyə 6 həftə, ondan sonra davamında takiblərdə də yenə 3 həftə olmaqla BCG-nin intraveskal, yəni sidir kisəsi içinə birbaşa injeksiyası, kimya terapiya olunması icra olunur. Bu da xəstəliyin təkrar etməsini və iləride sidir kisəsinin tamamən alınmasının qarşısını almaqda həm bizə, həm də xəstəyə kömək edir.